Hamıya salam. Bugün sıfırdan məntiq dərslərimizin 6-cı mövzusu olan şəkillər dərsi ilə davam edirik. Şəkillər dərsi ümumiyyətlə qəbul imtahanlarına çox sayda düşən sual tiplərindəndir. Yəni hər növ var. Şəkil analizi var, münasibətləri var, ardıcılığı var, cədvəlləri var. Hətta sahəsi belə var. Və bundan hər birinə aid bir neçə sual düşür. Bu PDF-də, bu dərsdə isə biz bu hər bir suala uyğun nümunələrə baxıb, hətta qəbul suallarına da baxacağıq. Gəlin başlayaq ilk sualdan. Şəkil analizinə aid suallarla başlayırıq. Deməli, bizə deyir ki, bax bu hissədən bizə ikincidə üçbucaq və aşağı üçbucağın yerində hansı hərflər var, onları tapın. Bunun üçün nə edirik? Biz gəlib birinci baxırıq, buradan bizə verilən üçbucaqlarda neçə xətt var? 4 dənə xətt çıxır. Baxın, 1, 2, 3 və 4 xətt. Burada da 1, 2, 3 və 4 dənə xəttimiz var. Bu 4 dənə xətti biz nə edirik? İndi burada da 4 dənə xətt var. Lazım bizə 4 xəttlər. Biz onun üçün gəlib baxırıq bura. 4 xəttlər hansılar? Məsələn, Z-da neçə xətt çıxır? 4 dənə xətt çıxır. C nəyə birləşir? T-yə. T-yə neçə xətti var? 3 dənə xətti var. Deməli, yazırıq buna 4 dənə xətti var. Gedib birləşir T-yə, yəni 3 dənə xətti var. Bu birləşir M-ə. Bu xətt gedib birləşir M-ə. M 4 dənə xətti var. Sonra gedib birləşir D-yə. D-nin 2 dənə xətti var. Gedib birləşir L-ə. L-in 3 dənə xətti var. Bu oldu bizdə Z-in şifrəsi. Yəni Z-in şifrəsi olacaq nə? 3, 4, 2, 3 fərqi yoxdur. 2, 3, 3, 4 də deyə bilərik buna. Bu şifrədən nə tapdıq biz? Deməli, gedib birləşdiyi bu yumrulardakı xətlərin sayını tapdıq. Sonra baxdıq buna. Növbət 4 dənə xətti olan F var. F gedib birləşir T-yə. Deyək ki, bunun 4 dənə xətti var. T-nin nə qədər xətti var? 3 dənə. Yazdıq 3. Sonra M-in nə qədər xətti var? 4 dənə. K-nın 2 dənə. B-nin isə 4 dənə xətti var. Bu da oldu 2, 3, 4, 4. Baxırıq indi B-yə. B-nin 4 dənə xətti var çünki. Gedib birləşir L-ə. L-in 3 dənə xətti var. M-ə birləşir 4 dənə xətti var. K-ya birləşir 2 dənə xətti var. F-ə birləşir 4 dənə xətti var. İndi biz gəlin, bizdən tələb olunanlara bir dənə baxaq. Görək neçə dənə xəttlərlə birləşirlər. Məsələn, gedib birləşir elə buna. Nə qədər xətti var? 4 dənə. Gedib birləşir bu dairəyə. Bunun 3 dənə xətti var. Yəni 3 dənə xətt çıxır ondan. Sonra gedib birləşir yumruya 2 dənə xəttli olana. Yazaq 2. Və gedib birləşir 4-ə. Bu da oldu belə. Sonra gəlib baxırıq buna. Bu birləşir 4 dənə xəttli olana, 3 dənə xəttli olana, 4 dənə xəttli olana və 4 dənə xəttli olana. Belə bir dənə M qalmışdı hə burada. M gəlin yazaq. Deməli birləşir 4 dənə xəttli olana, sonra 4 dənə xəttli olana, 3 dənə xəttli olana və 4 dənə xətt olana. Bu da oldu M-in şifrəsi. Deməli, buna uyğun gələn bir dənə şifrə varsa, o da M-dir. Çünki hamısında 2 dənədir. Bax, burada 2 dənə 4 var, 2 dənə 4 var, bunda 1 dənə 4 var, bunda isə 3 dənə 4 var. Yəni, M-də isə 3 dənə 4 olduğuna görə bu oldu M-in şifrəsi. Yəni, bu aşağı bizə olmalıdır M. Bizə də bir dənə uyğun gələn variant C variantı. Vəssalam. Baxırıq ikinci sual. Deyir ki, halqalardan neçəsini yeni dəqiqlə müəyyənləşdirmək mümkündür. Baxaq. Gəlin başlayaq məsəl üçün F-dən. F-in şifrəsi olacaq neçə? 5, 4 və 4. Bunu necə tapdıq? Bayaq dediyimiz kimi gedib birləşdik dairədəki xəttlərin sayını tapdıq ki 5 dənədir. Gedib birləşdik B-yə 4 dənə, T-nin də 4 dənə xətti var. Bu oldu F. İndi B-yə baxaq. B gedib birləşir 4, yuxarıdakı 4, bu 3, bu da 5. Gəlib baxırıq D-yə. D birləşir deməli 3-ə, 5-ə, 4-ə və 4-ə. Sonra gəlib birləşir bu 4-ə, 5-ə və 4-ə. 4, 5, 4 oldu Z. Bunlar T-nin də tapaq nə? T birləşir 3-ə, 3-ə, 5-ə və 5-ə. Bu da nəyə birləşir gəlib? M-ə. M-in nə qədər xətti var? 5 dənə xətti var. Gedib birləşir 4-ə, 3-ə, 4-ə, 4-ə və 5-ə. Bu da eyni. 4, 3, 4, 4, 5. Bax, bunda belə bir nəticə gəlmək olar ki, bir dənə L qalacaq, bunu tapaq. L birləşəcək 5-ə, bu 5-ə,
4-ə və 4-ə. Fərqli olan 2 dənə şifrəmiz var. 3, 5, 5, 3, bir də 5, 5, 4, 4. Burada deyir ki, bizə hansı yeni dəyərlə tapmaq mümkündür. Yəni, bizə dəyərlə tapmaq mümkün olan lazımdır. Biz bundan yeni dəyər bilənməliyik. Çünki bundan da var 3, 5, 4, 4. Burada da var. B də eyni şeydir. 4, 4, 3, 5'dir. Sonra 5, 5, 4'ten de var. 5, 4, 4'ten de burada da var. Burada da var. Burada da var. Burada da var bunlardan. Bir dənə fərqli olan T ilə L-dir. Gəlib baxırıq indi bura. Bu da variantlarda bizə hansını verib? Bir dənə L verib. Burada baxmağa ehtiyac yoxdur. Bir dənə L-i yeni tapmaq mümkündür. T bizdə variantlarda yoxdur. Vəssalam. Bu da oldu B. İndi gəlib baxırıq 3-cü suala. Deyir ki, bizə T ilə M-in cəmi hansı ola bilər? Gəlin baxaq. T hardadır? Yuxarıda. Baxaq ki, nəyə birləşir? 4-ə birləşir. Sonra 3-ə birləşir. Gəlib birləşir Z-də. Yəni 4 dənə xətti var. Birləşir F-ə, F-in 8 dənə xətti var. Bir də M-i tapmalıyıq biz. M nəyə birləşir? R-ə. 4 dənə xətti var. 8-ə, 4-ə və 3-ə. Bunların gördüyümüz kimi hər ikisi eyni şifrəyə malikdir. Gəlib yuxarıda baxaq ki, 4, 8, 4, 3 hansılar ola bilər. Baxaq. Bunun 3 dənə xətti var. Bunlara baxanmarıq. 3 dənə xəttlər lazım deyil bizə. Bunlar da 3 dənə xətti var. Bizə lazımdır, bax bu 4 dənə xətti olanlar. O da hansı ola bilər? Deməli, burada 2, 7, 5 və 9 qalır. Gəlin yoxlayaq bunları. 2-nin koduna gəlin baxaq. 3, 4, sonra birləşir 4-ə, birləşir 8-ə. Bu ola bilər. Sonra bu birləşir. Yenə 3, 4, 4, 8. Bu da eyni kod olur. Çünki hamısı eyni şeyə birləşirlər və eyni xətlərə birləşirlər. 3, 4, 4, 8. Baxsaq görək ki, 4-ə birləşir, 8-ə birləşir, 3-ə birləşir və 4-ə birləşir. Eyni şeydir. Bu da 3, 4, 4, 8 alınır. İndi bizə tələb olunan nədir? T ilə M-in cəmi hansı ola bilər, deyir bizə. Baxın, T ilə M burada birləşmirlər. Baxın, T buradadır, M buradadır. Bunun arasında heç bir xətt yoxdur, yəni. Gəlib baxarıq indi bura. Yəni 2 olsa, məsəl üçün 2 desək T. Onda M-i deyənməli 7 və 9-dur. Çünki gəlib bunlar birləşirlər. Bir dənə M ola bilər 5. Məsələn, 2 ilə də 5-in cəmisi ola bilər 7. Və yaxud da biz T desək 9, onda deməli 7. Çünki bunlar da birləşmirlər. Oldu, deməli 9 ilə da 7. Və yaxud da yer dəyişə bilərsən də, bura T deyə bilərsən, bura M deyə bilərsən. Fərqi yoxdur, eyni şeydir. Cəm dəyişmir zaten. İndi cavab tapdıq bizdə 7 və 16. Bizə hansını verib? 16-nı verib. Cavab ola bizə 16. Sonra yenə belə bir sual verib bizə. Deyir 12 kvadratın ibarət fiqur verilmişdir. Burada bizdən nə istəyib? Bir dənə baxaq. X-dən Y-in X-dən Y istəyəcəyəm. Baxaq. X nə qədər xətti var? 3 dənə xətti var. C birləşir 3 dənə xətti olan kvadrata, 2 dənə xətti olan kvadrata və 3 dənə xətti olan kvadrata birləşir. X isə birləşir 3-ə və 2-yə. Gəlin baxaq yuxarıda. Deməli, H ola bilər 2 dənə xətti var. 3, 3. F ola bilər 2, 3, 3. K ola bilər 3, 3, 2. M ola bilər necə? 3, 2. V ola bilər 2, 2. R ola bilər 2, 3. T olacaq 2, 3, 3. P ola bilər 3, 3, 3. I olacaq 2, 3, 3. Bu da olacaq 3, 2, 2, 3, 2, 2. Gəlin baxın, indi burada 3-2-dən gör nə qədərdir? 1, 2, 3, 4 dənə 3-2 var. 4 dənə 3-2 var. Və eyni zamanda da digər 3-dən də burada 1, 2, 3 dənə də, hətta 4 dənə də 3, 2, 3 vardır. Bu da belə. Yaxşı, burada indi nə edə bilərik biz? Hamısını tapdıq, saylarını tapdıq ki, bu qədərdir. Bizə tələb olunanların sayısı 3-dən 2 və 3, 2, 3-dür. Biz burada indi fərqli olanları gəlin tapaq. Məsələn, 3 üstdən nə qədərdir? Bir dənədir. Gəlin bir dənə 3 tapaq, yazaq bura. 3 hansı ola bilər? Bu nəyə birləşir? 2 dənə xətti var. 3-ə və 3-ə. Deməli, bu ola bilərmi? H. Çünki 3-dən bir dənə idi. Bu oldu H. Yaxşı, fərqli olan başqa nə var?
bizdə? 3, 3, 3 var bir də. Yəni onu da tapaq. 3, 3, 3 hansıdır bizdə? Bu birləşir deməli 3, 3 və 3-ə. 3 dənə xətt olanlar, məsələn, baxaq, məsələn 3-ə birləşir, 2-yə birləşir, 3-ə birləşir, onu dedik. 3, 3, 2, 3-ə birləşir, 3-ə birləşir, 3-ə birləşir. Bu oldu P. Bu P oldu. Yaxşı, bu da oldu P. Fərqli olan başqa nə var? Gəlin də baxaq. Başqa nə var? 2, 2. 2, 2 var bizdə. Biri V-dir, biri də N-dir. Amma bunların birləşilərinə bax, bir dənəsi H-ə birləşir, bir dənəsi U-ya birləşir. Yəni, H-ə birləşən, doğrusu bu 2, 2, 3 deyir, istəyirəm. Bu 2, 2, 3-dür. Hə, deyirəm mi? 2, 2, 3-dür. Gəlin də N tapaq, 2, 2, 3 hardadır görək. Baxın, 2, 2, 3. Deməli, bu oldu N. Onda N-in birləşdiyi 3 dənəlik hansıdır bizdə? Gəlin baxaq. N-in birləşdiyi 3 dənəlik bizdə oldu nə? Burada I. Baxın, I-yə uyğun gəldi bu. Deməli, Y oldu I. Baxaq görə bizdə Y-ə I verib B. Bəli, bir dənə elə B variantında verib. Bu da getdi. Digər suallar isə artıq yenə şəkil analizinin variant sınıfının həll oluna biləcək suallarındandır. Bu tip suallarda əsasən çəkməklə vaxt itirməyə ehtiyac yoxdur. Yəni, vaxta maksimum dərəcədə qənim etmək lazımdır. Bunun üçün də variant sınıf üsuluna əl atırıq. Deməli, gəlin baxaq indi bu suallara. Deməli, burada hər üçündə, hər birində olan və birində olmayan tapmalıyıq. Məsəl üçün, burada 3 dənəsində belə bir xətt var. Amma bunda xətt yoxdur. Çıxaq. Və bir neçəsində yarpaq formasında verməyib, bunda amma yarpaq formasında verib. Bu isə ona görə çıxdıq. Qaldı burada nə? A, D və B variantları. Burada A variantında belə bir xətt verməyib, amma hamısında verib. Onu da çıxdıq. Hətta və bu xəttdən söhbət gedir. O xətt burada yoxsa deməli olmalıydı. A-nın da çıxdı, qaldı B ilə D. İndi burada fərq olan nədir? Bax, aşağıda hamısında yarpaq verib. Amma burada eləcə nə xəttin özünü verib. Yəni, bu xət yoxdur. Onun üçün bunda cavab oldu B variantı. 6-da ona kimi eləyəcək indi. 6-da baxın, aşağı gedən bir xət yoxdur. Amma hamısında var o xət. Bax, Y-də yoxdur. Sildik. Sonra başqa nə eləyə bilərik? Məsələn, belə bir xət verib burada. Amma xət bizdə var. Yadda saxlayın, burada nə varsa bərabərliyin sağ tərəfində bizdə olmamalı. Yəni, bizdən tələb olunan variantlarda o olmamalıdır. D-dən çıxdıq. A, B, C qaldı. İndi A, B, C-dən bax, burada xət verib belə. O xət hamısında var, bir dənə B-də yoxdur. Halbuki o xət bizdə olmalıdır. Çünki burada yoxdur. Burada verib amma. Deməli, B-ni sildik. Qaldı A ilə C. İndi A ilə C-nin fərqi nədən ibarətdir? Yuxarıdakı düz xətdən ibarətdir. Yuxarı düz xət olmalıdır? Bəli. Burada yoxdur. Deməli, C-nin çıxdı, cavab oldu A variantı. 7-ci sualda kəsişmə sualıdır. Yəni, yumrular var. Bir dəfə deməli, kvadratla yumruğun kəsir təkcənə. Bir dəfə kvadrat, yumru və düzbucaqlını kəsir. Bir dəfə də üçbucaq, kvadrat və düzbucaqlını kəsir. Baxaq indi. Məsələn, kvadrat və yumruğun təkcə kəsişdiyi bir dənə yer tapaq. Kvadrat və yumruğun təkcə kəsişdiyi bir yer. Məsələn, tutaq ki, yumruğunu qoydum bura. Birini. Bunu qoyduq bura. Sonra kvadrat, yumru və düzbucaqlı. Kvadrat, yumru və düzbucaqlını qoysaq bura. Amma bir şey var ki, burada üçbucaqla düzbucaq kəsişmir, amma burada kəsişir. Onun üçün bizdən yeni silə bilərik artıq. Üçbucaq düzbucaq kəsişir, amma burada yumru ilə kvadrat kəsişmir. Burada ümumiyyətlə kvadratın söhbət gedə bilməz. Burada hamısını verib, amma yumru ilə kvadratın kəsişməsi, belə deyim, üçbucağın içərisindədir. Səhvdir. Baxaq A variantına. Bu, məsəl üçün, nöqtənin birini qoydu burada. Sonra başqa nöqtənin birini hardan qoyur? Düzbucaqlı kvadrat. Hə, burada düzbucaqlı kvadrat kəsişmir. Bir dəqiqə, burada nəysə onda yanlış artıq eləmişik. Bir dənə baxaq. Hə, bax, burada bir dəqiqə B variantını düzəldə bilərik. Bir dəqiqə. Bax, məsələn, kvadratla yumruğun kəsişməsi var idi. Onu qoyduq bura.
Kvadrat yumru üçbucaqlı var idi. Bax, onu qoya bilərik bura. Və yumrudan kənarda üçbucaq, düzbucaqlı və kvadratı qoya bilərdik burada. Bəli, B variantı bizim olur düzgün cavabımız. Burada deyək ki, T şəklli fiqurdan burada nə qədərdir? Və deyək ki, nümunənin istənilən istiqamətdə fırlada bilərik. Gəlin yoxlayaq. Məsəl üçün, bu olsa 1. İndi buradan bir addım getdik bəri. 2. Yenə bir addım getdik. 3. Bir addım getdik. 4. Sonra bir addım getdik yenə. 5. Bir addım da getdik. 6. Deməli, burada 6 dənə oldu mu? Tərsinə çevirsək, altdan yuxarı çəksək yenə 6 dənə olacaq. Çünki eyni dax dəyişmir. 6 dənə də buradadır. Bunu sildik. Deməli, 12 dənə tapdıq ki, bunun içərisində hal-hazırda var. Düz formada var. Biz bir də bunu aşağıdan çəkməyə çalışsaq, məsələn belə, yoxsa böyrdən çəkməyə çalışsaq belə bu formada. 1, 2. İndi buradan çəkək. 3, 4. Sonra 5, 6. 7, 8. İndi buradan 9, 10. 10 dənə də bu formadadırsa, deməli 10 dənə də, 10 dənə buradadırsa, deməli 10 dənə də buradan başlayacaq etməliyik aşağıya. 20 dənə də buradan oldu mu? Bayaq 12 dənə tapmışdıq, 20 dənə də burada, elədi necə? 32 dənə. İndi şəkil münasibətlərini keçdik. Şəkil münasibətlərində də bildiyimiz kimi cüzgü əksi var, fırlanmaları var, ağqara temaları var, müəyyən ardıcıqla bunların düzülmələri var. Hər biri şəkil münasibətlərində mövcuddur. Baxaq. Deyək ki, məsəl üçün burada, bax bu fiqurları burada düz. Necə düzə bilərik indi bunları? Baxaq. Məsələn, bunu gətirib bura qoyub. Amma nə edir? Tərsini çevirək qoyub, yəni cüzgü əksindən. Məsəl üçün, cüzgünü qoyub buradan, tərsini çevirib gətirib yazıb buradan. Bunu bura çevirib. Necə yazıb bunu? Cüzgün qoyub buradan, çəkib buradan. Gəlin, indi bunlara uyğun bir dənəsini tapaq. Məsələn, bunu cüzgün qoysaq burada alınacaq belə bir şey. Çəkək. Bunun əksi olmalıdır bu yuxarıda artıq. Belə bir şey alınacaq. Bunun əksi buradan alınmalıdır, olacaq bu da belə. Biz indi bu fiquru çəkməliyik buradan, ən aşağıdan. Bizdən indi bu ən aşağıda olmalıdır bu fiqur, görək hansında var. A-da var, C-də var, məsələn B-də yoxdur, D-də yoxdur və Y-də yoxdur. Aynən C qaldı. İndi bunun yanından cüzgəsini götürməliyik. Bunun da yanından cüzgü əksi necə olur? Bura qara. Bura isə fırladanda belə bir şey alınacaq. O da bizdə olacaq A variantı. Bəli, C-də səhvdir. Sonra 10-cu sual. 10-cu sual fiqurların cəmidir. 4 üstəgələk 6 bölünsün üstəgələk bölünsün 2. Bərabərdir 5 alınır. 5 bucaqlı. Burada 5 üstəgəlinsin 3 bölünsün 2 4. 6 üstəgələk 4 bölünsün 2 olur. Mədnicə yenə 5 bucaqlı, yəni daha 8-dir bu. 8 üstəgələkdir. 8 üstəgələk 4 bölünsün 2 deməli neçə? 6. O da biz olmalı variantı. 11-ci sual. Burada fiqurlar bir-birinin içindən çəkir, amma necə çəkir? Elə bir ki, bu zolaqları üfüqi formadaydısa, artıq bunun içərisində olur şəquli formada. Bunun içərisində şəquli isə olur artıq üfüqi formada burada. Bu da ağ etsə, qara olub, qara etsə ağ olub. Eyni qayda gəlin bunu çəkək indi. Birinci nə çəkmişik? Yumruğunu çəkir. Məsələn, yumruğunu çəksən. Və yaxud da birinci yumruğunu çəkmədə bilərik. Çünki birinci bu fiqurdan başlayır. Sonra bunu çəkir, sonra bunu çəkir. Daha doğrusu birinci, ikinci fiqurdan başlayır. İstəyirəm. Birinci bu fiqurdan başlayır, ikincidən. Baxın, birinci buradan başlayır. Sonra bunu çəkir, sonra bunu çəkir. Burada da birinci buradan başlasa. Yumruğunu çəkdik. İçərisində 3 bucaq çəkək. Onun içərisində 4 bucaq çəkək. İndi yumruğun xətləri necə idi? Üfüqi. İndi olacaq şəquli. Bunun xətləri şəquli olacaq bu üfüqi. Burada da ağlar olacaq qara.
qaralar olacaq ağ. Buna uyğun bir cavab tapmalıyıq. O da bizdə olacaq E variantı. Sonra baxaq buna. 12-ci sualda bütün fiqurların hamısının kəsişməsini, məsələn, buradan tapıb belə bir fiqur alınır. Onu götürüb buradan cavab tapıb bunu. Biz də hamısının kəsişməsi üçün artıq buradan görürük ki, belə bir fiqur alınır. Hamısı burada kəsişirlər. O da bizə nəyə uyğun gəlir? A variantına. Sonra baxırıq 13-cü suala. 13-cü sual artıq qatlama sualıdır. Belə bir buradan xətti çəkib belə deyir ki, yuxarını aşağı qatlayır. Yuxarını aşağı qatlayanda belə bir şey alınır deyir. Biz də indi ona uyğun olaraq bunu aşağı qatlasaq, görək nə ala bilirik. Cüzgərsi otacaqdan qoysaq, məsələn, bu cüzgərsi nə olmalıdır indi? Bu dəyişmir. Çünki otacaqdan cüzgərsini dəyişməyəcək. Bu yumru olacaq bax burada. Sonra bu gələcək bax burada düşəcək. Çəkək. Amma necə düşəcək? Baxın, bu formada. Soldan sağa çəkməyə. Bu da düz bucaq düşməlidir. Baxın, görə belə bir cavab varmı? Məsələn, A variantı səhv, yuxarıda boşluq olmalıdır burada. Aşağıdan yumru, bura B ilə səhv verib, çünki B-də də bu qara sağ tərəfdə olmalıdır. Yumru, aşağı üçbucaq, burada kvadrat. Bunda bu üçbucağın içərisini səhv verib, yuxarısı qara olmalıydı. Bir dənə, bunda da üçbucaq yine səhv verib, cavab olur burada E variantı. 14-də. 14-də belə deyək. İki fiqurdan alaq yuxarıdakını, yəni hərsini birləşdirir. Eyni olanları elə bir ki, bir-birinin üzərinə qoyur. Baxırıq, bax, buradan qara, ağ düşdü bura, qara. Burada da qara var. Burada bir dənə ağ var, burada da ağ var. Yəni olmayanları çəkib bir-birinin içərisinə. Sonra burada indi hər ikisində nə var hər ikisində? Bax, ağ var ilə, ağ olduğu kimi çəkib buradan. Qara, bunda yoxdur, bunda var. Çəkdik. Bu qaranı, bu ağı çəkdik bura, buna aiddir. Buradakı ağ isə buna aid çəkdik və bu qaranı çəkdik bura. Elə bir hər ikisini birləşdirir. Elə bir şey, yəni, hansında nə var onu çəkir, olmayan, hər ikisində olanları üstə çəkir, yəni. İndi buna uyğun olaraq bunların hər ikisini birləşənləri 3 dənə qaradır. 1, 2, 3 çəkdi buradan, ağı çəkdi buradan, bir dənə də bu qalmış onu çəkdi buradan. İndi gəlin biz buna uyğun olaraq çəkək. Qara hər ikisində var, yuxarıda bir dənə qara olmalıdır. Bu qara burada da olmalıdır. Aşağıda bir dənə qara olmalıdır mı? Bəli. Ortada bir dənə ağ olmalıdır mı? Bəli. Burada bir dənə qara olmalıdır, çünki sağ tərəfdə qara var. Burada bir dənə ağ olmalıdır. Yuxarıda bir dənə boşluq ağ olmalıdır. O da bizim hansı cavabımıza uyğun gəlir? C variantına uyğun gəlir. Sonra 15-ci sual. 15-ci sual belə deyim. Bir damladan keçən xəttlərin sayına baxırıq. Məsələn, və yaxud da xəttlərindən keçən damlaların sayına baxırıq. Burada verib 2, 3, 4 və 23. Gəlin sayaq görək bu 2, 4, 3, 2, 3, 4, 23 nədən ibarətdir? Bax, məsəl üçün, bir damladan keçən xəttlərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, bir dənəsi də 23. 23 dənə, bir dənə damladan keçən xəttlərin sayı var. Bu qaydada məsələn tapa bilərik ki, 2 dənə damladan keçən xəttlərin sayı 1, 2, 3, 4, 1, 2, 3, 4, 4 dənə də 2 dənə damladan keçən xəttlərin sayı var. 3 damladan keçən xəttlərin sayı 1, 2, 3 dənədir. 4 dənə də buradadır. İndi gəlin aşağıda bu verilənə baxaq. Burada 5 dənə verir. Nəzərən 5 dənə damladan keçən xəttlər də belə var. Gəlin birinci bir dənə damladan keçən xəttlərin sayına baxaq. 1, 2, 3, 4, 5. Bura bitdimi? Gəldik bura 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dənə buradadır. 20, 21, 22, 23, 24,
25, 26, 27, 28, 29, 30, 31. 31 başqa hardasa varmı? Bizə dəqiqə başqa hardasa varmı? Baxaq şuraya. Hansına xətt qoymamışıq? Gəlin bir də sayaq başdan. 1, 2, 3, 4, 5. Bura düzdür. 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31 dənədir. Gəlin bunu qırağa yazaq. 31. Gəlin 2 dəmə keçə xətlərin sayına baxaq. Ola bilsin, hansı gözümüzdən qaçıq bir dənə. 1, 2, 3, 4, 5, 6, sonra 6, 7, 8, 9, 10. Şöyle başqa yerdə varmı? Yoxdur. 10 dənə də deməli nə var? 2 dənə davam keçən xətlərin sayı var. 3 davam keçən xətlərin sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 7, 8, 9, başqa harada qaldı? Hə, burada bir dənə 10. 10 dənə də 3 dənə davam keçən xətlərin sayı var. Sonra 4 dənə davam keçən xətlərin sayına baxaq gəlin. 1, 2 dənədir. Başqa yerdə yox, səhv eləmirəmsə. Bir dənə də 5 davam keçən xətlərin sayı mövcuddur. Və beləcə hamısını yazdıq. Gördük 2, 10, 10, 31 görə harada var? Bir dənə də 1 var idi, bəli. 1, 2, 10, 10, 31, 2, baxırıq, bax. 1, 2, 10, 10, 33, çox Y variantı cavab. Biz burada ola bilsin, nəyisə səhv saymışıq. Yəni, üsul budur. Xətlərin sayını sayırıq. 1, 2, 3, həmdən sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, aynı da 32 oldu. 32 dənədir. Gəlin bunu bir də sayaq. Baxaq. Deməli, yuxarıdan başlayaq gəlin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31. Hə, baxın, 32, 33. Buradan yuxarıdaymış, 33 dənədir. Cavab oldu Y variantı. Sonra burada 4 dənə birindədir 3 bucaq, 2 dənə birindədir. Bu nə edirik? Daha 3 daxil edəm ulduz. 4 dənə ulduz birindədir, 2 dənə birindədir. Bölürük bir-birinə, eləyir 8 dənə buradadır, 2 dənə buradadır, eləyir 4 dənə. 4 dənə ürək, 2 dənə ürək. Bölürsən bir-birinə 2 dənə ürək. 6 dənə ox. 6 oxa böləndə qalır bir dənə ox. 2 ürəyi də bir ürəyə bölürsən qalır 2 dənə. 4 dənə oxu bir dənə oxa böldün, qaldı 4 dənə ox. 3 dənə ulduz, 3 ulduza bölündü, qaldı bir dənə ulduz. Sonra 3 dənə ürəkdə bir dənə ürəyə böldün, qaldı 3 dənə ürək. O da bizdən son olmalıdır. 4 ox, 3 ürək, bir dənə də ulduz. Cavab olur B variantı. Sonra 17-ci sual şəkil ardıcılıqlarına gəldik artıq. Deməli, burada qara hər bir fiqur
Nəinki qara. Hər bir fiqur müəyyən formatı hərəkət edirlər. Saat dəqiqə istiqamətində və ya onun əksinə ola bilər. Bunlar müəyyən bir ardıcılıqla hərəkət edirlər və hər ardıcılıqda dəyişir. Məsəl üçün bu qara gəlir çıxıb bura 2 addım irəliləyir. Buradan 2 addım irəliləyib gəlir çıxıb bura. Buradan 2 addım irəliləyib gəlir çıxacaq onda bura qara. Ortada olmalı qara. Ona görə C-ni çıxa bilərik. Baxırıq buna. Bu bir addım düşdü aşağı. Bu da bir addım düşdü aşağı. İndi buradan bir addım düşəndə olmalıdır ortada. Yəni qara ilə üst-üstə. Elə bir dənə qara, qaranın üstündə bir dənə çəkib tap buradan qara. Üstündə bir dənə nə var? Başqa rənglə çəkək. Məsələn, yumru var. Sonra digərlərini çəkək indi. Məsələn, bu ulduz nə edir? Gəlir bura. Qayıdır bura. Təzədən gələcək indi bura. Buradan da belə. Ulduz formasına gedir də, belə deyim. Elə bir var buradan. Gəldi bura, düşdü bura, indi gedir bura, oradan da bura. Ulduz formasına gedir eləməlidir. Gəlib çıxacaq indi bura. Burada bir ulduz olmalıdır. Vəssalam. O da bizə uyğun gələ bilər. Bir dənə yumru qaldı, hə. Yumru da elə bir ki, burada belə deyim. Burada hardadır? Mən onu silək. Ağ yumrudan söhbət gedir. Cavabımız məlumdur zaten. Qara ortada yumru, içərisində yumru var. Yəni boz yumru görünməməlidir. Burada da bir dənə ulduz olan budur. Burada boz yumru görünür, burada da görünür. Burada ulduz səhv edir. Cavab A variantı. Burada deməli bu nə edir? 2 addım qalxır yuxarı, olur buradan. Təzədən buradan 2 addım düşür aşağı, olur burada. Buradan bir də 2 addım yuxarı qalxanda olmalıdır burada, bəli. A variantı düzgün cavabdır. Burada indi 18-ci sualda verib bizə 4, aşağıda 1 və 6, 5, 2 və 5, 8, 6 və 4. Bu belə elə gəlir. Bax, 4-ün kvadratı aşağıda 16, 5-in kvadratı aşağıda 25, 8-in kvadratı aşağıda 64. Sonra 9-un kvadratı 81, indi 6-ın kvadratı olmalı bizdə 36, 3 və 6 olmalı, cavab C variantı. 19-da. Deməli, 19-da belə bir qayda var. Nə edir? Bir dəfə bunları belə deyim də, belə dəyişir hər ikisini bu formada. Rənglər də ancaq bu formada qalır, yəni. Bunlar hər zaman qaradılar, bu hissələr. Və məsələn, onunla çıxsaq, məsələn, B-ni çıxırıq, C-ni çıxırıq, Y-ni çıxırıq, D-ni çıxırıq. Cavab bir dənə qara variant, vəssalam. Sonra 20-ci sualda bir dənə altı bucaqlı yazaq 1, 3, 2, 4, 3. Bunu belə eləyə bilərikmi? Ardıcılıq üçün 1, 2, 3. Buradan isə 3, 4, olmalıdır neçə? 5 dənə. O da bizdə olmalıdır A variantı. Deyək ki, burada nömrələnmiş şəkillər müəyyən bir qanuna uyğunluqla düzülsə, cavab variantlarından hansına uyğun gələr? Məsələn, baxsaq indi burada 1-dən başlamalıyıq, çünki hər ikisi burada soldadır. Sonra indi biri dayanır, o belə hərəkət edir. 5 gəlməlidir. 1, 5. İndi aşağıdakı dayanır, yuxarıdakı onun yanına gəlir. Olur 3. Sonra indi yenə yuxarıdakı dayanır, aşağıdakı hərəkət edir. Bu istiqamətdə olacaq 4, 2. Sonra daxildə 4 olmalıdır. Hamısı sağladarıq. 1, 5, 3, 2, 4. 1, 5, 3, 2, 4 cavab olur B variantı. 23-cü sualda belə bir sual verir və baxırıq ki, buradan nəyinə işləyə bilərik. Buradan ancaq baxanda görürük ki, xəttlər, hamısında xəttlər var. Gəlin xəttləri sayaq bunda. Məsələn, burada nə qədər xətt var? 2 dənə. Bunda 1 dənə. Bunda da 1 dənə. Bunda 3 dənə. Bunda 0. 2, 2, 1, 1, 3, 0, 2, 2, 1, 1. İndi gəlin bir dənə belə gedək. 2, 1, 0. 2, 1, 0. İndi 2, 1, 0 artıq bundan sonrasına bizə bu lazımdır. Bunun üçün baxaq. 1, 3, 2. 1, 3, 2. 1 olmalı nə qədər? 3 dənə xəttli olan lazımdır. O da bizdə 3 dənə xəttli olan cəmi bir dənə B variantında var. Sonra buradan indi nə edirik? Fırladıq deyil, ardıcılığı pozan şəkil hansıdır? Biz bunu müəyyən bir istiqamətdə fırladaq. Məsələn, birinci şəkli bu istiqamətdə fırlatsaq. Fırlatdıq belə. Fırladanda alındı ikinci şəkil. Bunu bir dənə də fırlatdıq. Sağ dəqiqə əks istiqamətdən fırladanda.
Anlar nə? Qara gəlib, belə şöyle bax, sən burada çəkib, yəni ağ, burada olmalıdır qara, burada olmalıdır boz. O da bizdə üçüncüdə səhv çəkib onu. Sonra onu bir də fırladanda, bir də fırladıq elə bir şey bunu. Qara artıq buradaydı axı, bir də fırladanda cavab aşağı düşür, düzdür 4 və bir ilə fırladanda qayıdır əvvəlki öz formasına. 1 ilə 5 elə bir ki, dövrəni tamamladı, təzədən qayıtdı öz yerinə. 1 idi, 1 idi, gəldi fırlandı, 2 oldu, 2 fırlanıb 3 olmalıdır, 3 səhv çəkib bunu, demək cavabımız elə 3-dür. Bir dənə fırladanda 4 olur, onu təzədən fırlatsan qayıtdı əvvəlki vəziyyətinə. Cavab olur 3, burada yanlış numara çəkmişdir. Gəldik şəkil cədvəllərinə. Deməli, burada nə edirik? Belə bir cədvəl verir bizə. Biz hər zaman mötərizə ilə işləməliyik birinci. Baxırıq burada nəyə? Birinci mötərizənin içərisində yumru ilə ulduzun kəsişməsi lazım bizə. Gəlin birinci yumrunu tapaq və ulduzu tapaq. O da buradadır. Bunların hərsinin kəsişməsi baxırıq hara düşür? Üç bucağa düşür. Deməli, bu oldu bir dənə üç bucaq. Sonra gəlin bir dənə buna baxaq indi. Üç bucaqla bu x-in kəsişməsi. Üç bucaq və x-in kəsişməsi. O da düşəcək bax burada. Oldu nə? Yumru. Deməli, bunun kəsişməsi olacaq yumru. Sonra İndi biz nə etməliyik burada? Bunu tapdıq belə. Bunu tapdıq belə. İndi üçbucaqla yumrunun kəsişdik. Üçbucaq buradadır, yumru da buradadır. İndi bunların kəsişməsi nə alınacaq? Bizdə verəcək ağ üçbucağı aşağı olan. Oldu burada ağ üçbucaq. Artıq bunlar getdi. İndi bu ağ üçbucaqla da ağ üçbucağı sədən kəsişdirməliyik. Baxın, ağ üçbucaqla ağ üçbucağın kəsişməsi bizə verəcək nəyi? Elə ağ üçbucağın özünü. İndi bu ağ üçbucaqla da buradan ulduzu kəsişdirməliyik. O da bizdə verməlidir nəyi? Baxın, ağ üçbucaqla ulduzun kəsişməsi verirlər bizə ulduzu, yəni A variantı. Sonra 25-ci sualda 25-ci sualda deməli burada üçbucaq verib, yumru verib və kvadrat verib. Burada da kvadrat, ulduz və dördbucaqlı verib. Aşağıda yazıb ulduz, dördbucaqlı, yumru və üçbucaq. Deməli bu eyni olanları nə edirik? Silirik. Çünki 4 dənə fiqur yazıb burada, ikisi eynidir, sildi bunları. Burada eyni olanları silsək, bu silinməlidir və üçbucaq silinməlidir hərsində. Cavab indi bizdən buranı tələb eləyir. Buradan indi baxırıq ki, burada nə var idi? Hansının kəsişməsidir bu? Yuxarıdakından buradakının kəsişməsidir. Baxırıq ki, buradan üçbucaq eynidir və bu eynidir. Bunları silsək, nə qaldı bizdə? Bir dənə dördbucaq qalır qara, bir dənə də ağ dördbucaq qalır. Yəni A variantı. 26-cı sual. Belə bir cədvəl verib bizə 3 bucaq, 5 bucaq, 4 bucaq, 5 bucaq və 4 bucaqdan alır bunu. Belə bir xətt verirsə bizə, bu deməkdir ki, qalın xətt verirsə 5 dənə fiqurdan alınır bunu. Aşağıdan verirsə o xətti, bu deməkdir ki, yuxarıdakı 5 dənə fiqurdan aşağıdakını alır. Bu 5 dənə bu hardan tapır? Baxaq. Bax, burada 3 var, 5 var, 4 var, 5 var, 4 var. Burada ən böyük bucaq olan hansıdır? 5 bucaqdır. Buradan 4, 3, 6, 3, 5 verib. Amma yazısı burada 6-dır. Deməli, ən böyükləri həmişə götürür buradan. Buradan ən böyük 5 idi, buradan ən böyük 6-dır. Buradan isə ən böyük 4, 4, 3, 3, 4. Deməli, 4 burada ən böyükdür. Burada 6, 3, 6, 5, 3. Götürüb 6-nı. 3, 5, 3, 4, 3. Götürüb 5-i. Sütunla baxsaq isə, sütunla baxanda 3 bucaqdan 2 dənə, 4 bucaqdan 2 dənə, bir dənə 6 bucaq verib, 6 bucaqını çəkir bura. Bu deməkdir ki, 2 dənə eyni olanları götürmür, bir dənə fərqli olanı götürür. Burada indi 5 bucaqdan 2 dənədir, 3 bucaqdan 2 dənədir, 4 bucaqdan 1 dənədir. 6 bucaqdan 2 dənə, 3 bucaqdan 2 dənə, bir dənə fərqli olan nədir? 4 bucaqdır. Cavab olur 4 bucaq, 4 bucaq A variantı. 27. Bu da qəbula dəfələn düşmüş sual tiplərindən birisidir. Deməli, burada verilən borc var. Bunları bir-birinə vursaq 3, 2, 2. 3 vurulsun 2, vurulsun 2. Elim necə? 12. Sayaq şöyle burada 12 dənə varmı? 3, 3, 3, 3, 4 dənə 12, bəli. Buradan indi 2 vurulsun 3, vurulsun 1, 6. 2 vurulsun 1, vurulsun necə 8 eləyər? 2 vurulsun 1, vurulsun x bərabər 8 isə x bərabər nəyə? 2x bərabər 8, x bərabər 4-ə. Deməli, burada 4 dənə normaldır, rəhli hissə olmalı, 4 dənə. O da bizdə bilmirik hələ hansıdır. Baxırıq variantlar 4 dənə olan, rəhli olan, bir dənə C variantı var və salam. Sonra baxırıq 28-ci suala.
28-ci sualda isə bizə verib deməli KTN bizə verib deyək ki, bu sual şəklinin yerinə hansılar uyğun gələ bilərlər. Baxırıq, sual şəklinin yerinə nə durur burada? T durur elə. T başqa harda var? Yuxarıda var. Burada onun yerinə durur? R durur. Bu demək ki, burada da R durmalıdırmı? Bəli. Baxırıq, burada nə durur? Sual. Onun yerində burada K durur. K başqa harda var? Yuxarıda. Nə durur? Onun yerində F durur. Növbəti sual aşağıdadır. Orada L durur onun yerində. L başqa harda var? Burada yuxarıda var. Onun da yerində P durur. Deməli, F, R, P. O da A variantına uyğun gəlir. 29-da deyir hansının səhv olduğunu müəyyənləşdirin. Bu isə nə deməkdir? Yəni bu hissə ilə 1 ilə A-nın birləşməsi məsələn verir bizə bunu. 1 ilə B-nin birləşməsi bizə verəcək bunu. 1 ilə C-nin birləşməsi bizə verməlidir bunu. Baxaq şöyle bizim verivindi. Nöqtələri bir diqqətlə nəzər yetir. Çünki bu nöqtələrlə çox vaxt səhv yazırlar. Deməli nöqtə birinə, bir dənə də burada 2 dənə oldu nöqtə. Düzdürmü? Bəli. Bir dənə nöqtə burada, bir dənə də nöqtə aşağıda. 2 dənə nöqtə var və xəttləri də düzgün çəkib. Bu da düzdür. Baxırıq buna 2 düz çəkib 2. Baxın burada da səhv çəkib. Çünki nöqtənin biri burada olmalı idi. Bu nöqtəni çəkmir burada. Cavab oldu 2B. Sonra baxırıq 30-cu suala. Deməli burada verib bir dənə qara. Burada ağ-qara teması var. Amma boz da var burada eyni zamanda. Gəlin yoxlayaq. Məsələn, qara ilə qaranın cəmi nə verir bizə? Baxırıq burada ağı verir. Yazaq ağ. Ağ ilə bozun cəmi qaranı verir. Yazaq ağ üstə gələk boz bərabərdə qaranı verir. Boz ilə qara isə bozu verir. Boz üstə gələk boz üstə gələk qara bərabərdə nəyə? Boza. İndi ağ ilə qara nə verir? Ağı verir. Yazaq ağ üstə gələk qara verdi bizə ağı. Boz ilə boz bozu verir. Boz üstə gələk boz bərabərdə bozu verir. Qara ilə ağ ağı verir. Qara ilə ağ ağı verir. Boz ilə boz, qara ilə qara ağı verir. Bunu da belə yazdıq. Bəs ağ ilə ağ nə verir bizə? Ağ ilə ağ isə qaranı verir. Yazaq ağ üstə gələk ağ bərabərdə qara. Bax buradan tapdıq onu. Ağ üstə gələk ağ verir bizə qaranı. Gəlin burada baxaq. Qara ilə bozun cəmi nə verirdi bizə? Bozu. Deməli burada olmalıdır boz. Ağ ilə qaranın cəmi verir bizə ağı. Boz ilə bozun cəmi bozu verəcək bizə. Ağ ilə bozun cəmi qaranı verəcək buradan. Qara ilə bozun cəmi yenə bozu verir. Ağ ilə ağın cəmi qaranı verir. Boz ilə bozun cəmi bozu verəcək. Ağ ilə qaranın cəmi ağı verir və qara ilə bozun cəmi verir bizə bozu. Deməli boz boz A variantı səhvdir, D variantı səhvdir. Ortasında A olmalıdır, C də səhvdir. Qıraqlar qara düzdür. Bu qıraqlar da boz olmalıdır. B-də isə bunun ağ verib səhv cavab oldu E variantı. Deməli 30 suala baxdıq. Bu part 1 idi. Part 2-də isə növbəti 30 suala baxacaq. Növbəti 30 sualda isə fiqurların sahəsi perimetri. Sonra burada var müstəvi təsəvvür və qəbula düşmüş müxtəlif növ, hətta hər növ şəkil suallarına nəzər salacaq. Part 2-də görüşənədək sağ olun.